Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı, bol vitaminli yay salatının hazırlanmasını sizinlə paylaşıram. Salatı hazırlamaq üçün xiyar, pomidor, qırmızı yaşıl biber, sarımsaq, yer kökü, kələm, göyərtilərdən keşniş, şüyüd, bir də yaşıl soğan götürmüşəm. Əvvəlcə kələmi 4 hissəyə ayırıb, videoda göstərdiyim kimi uzunsov şəkildə doğrayıram. Kələmin hamısını uzunsov şəkildə doğrayıb bir ərzaq qabına yığıram. Yeyərkən ağızda çox xırçıldamasın deyə üzərinə duz töküb qarışdırıram, qoyuram bir kənarda qalır, kələm biraz yumşalır. Kələm yumşalana qədər digər tərəvəzləri doğrayıram. Tərəvəzlərin hamısını soyuq suyla təmiz-təmiz yumuşam, suyu tam çəkilib. Xiyarın qabığını soymuram, amma istəyə görə qabığını soya da bilərsiniz. Xiyarı əvvəlcə kəsib, sonra uzunsov şəkildə doğrayıram. Ardından biberlərin içini çıxardıram. Qırmızı, yaşıl biberləri, onları da uzunsov şəkildə doğrayıram. Salat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlaya bilərsiniz. Salat su salmasın deyə pomidorun içinin sulu hissəsini kəsib çıxardıram. Onu da məsrəf eləmirəm, xörək bişirəndə istifadə edirəm. Ətli hissəsini eyni qaydada uzunsov şəkildə doğrayıb, salatı hazırlayacağım qaba tökürəm. Bir ədəd yer kökünü belə bir alətlə uzunsov şəkildə doğrayıram. Əgər sizdə belə alət yoxdursa, elə sütkəcin iri gözündən də keçirdə bilərsiniz. Bir diş sarımsağı da sütkəcin xırda gözündən keçirdirəm. Yer kökü ilə sarımsağı yağda biraz qovuracam. Tavaya 3 xörək qaşığı zeytun yağı töymüşəm. Sütkəcdən keçirdiyim sarımsağı əlavə edib biraz qarışdırıram. Yer kökünü əlavə edirəm, sarımsaqla yer kökünü qarışdırıram, biraz çox bişirmirəm, sonra qazı söndürüb ocaqdan götürürəm. Kələm artıq biraz yumuşalıb, suyunu sıxandan sonra kələmi də salatı hazırlayacağım qaba əlavə edirəm. Qovurduğum yer kökü ilə sarımsağı da elə yağı ilə bir yerdə tərəvəzlərin üstünə tökürəm hamısını. 4-5 qanat şüyüd, 4-5 qanat keşniş, bir də 2-3 qanat yaşıl soğanı xırda-xırda doğramışam, göyərtiləri də qaba əlavə edirəm. Zövqə görə duz, qara istiot tökürəm, tərəvəzlərin hamısını yaxşı-yaxşı qarışdırıram. 15-20 dəqiqə gözlədikdən sonra artıq servis eləmək olar. Çox gözəl görünüşlü, dadlı, bol vitaminli, əsl yaz salatı alınır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Sağ olun, yeni videolarda görüşənədək.